Müharibə əlili Bəhrəm Abdullayev. Yaşad fondu müharibə əlillərinə dəstək istiqamətində tədbirlərini davam etdirir. Mən özüm hərbiçi olmuşam. 2-ci Qarabağ müharibəsində yaralanmışam. Biraz müalicələr almışam. Müalicələrdən sonra təkrar qayıtmışam işə yenə. 2023 sentyabr antidor əməliyyatında Ağdərə istiqamətində. Orada təkrar yenə yaralandım. Yaralanandan sonra da bir neçə dəfə əməliyyatlar keçdim. Ağrılarım çox olduğuna görə dedilər ki, elimə pil qoyulmalıdır. Ondan müraciət elədim Yaşad fonduna. Ona fondun vəsaiti hesabına növbəti dəfə spinal kord stimulatorunun yerləşdirilməsi əməliyyatı icra olunub. Xatırladaq ki, sözü gedən əməliyyat icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil. İcra etdiyimiz əməliyyat xroniki ağrılarda icra olunan bir əməliyyatdır. Qazimizin də sinir zədəsinə bağlı uzun illərdir alqoloqlar tərəfindən müalicə edilirdi, amma ağrısında rahatlama olmaması üzərinə belə bir əməliyyata qərar verdik. Əməliyyatdan sonra ağrı pilini açdığımız anda tamamən ağrısı keçdi. Xəstəmiz indi yaxşıdır. Yaşad fonduna da dəstəyi üçün çox təşəkkürümüzü bildiririk. Yaşad fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yaşad.gov.az rəsmi internet saytının hesabatlar bölməsindən əldə etmək mümkündür.